Salam, hörmətli izləyicilər. Zəhmət olmasa bu videonu bəyənin, YouTube kanalına abunə olun. Valideynlər, pensiya alan şəxslər, əlilliyi olan şəxslər, sosial yardım alan şəxslər xəbərdar olsunlar. Dekabrın 31-nə qədər vaxtları var və nədən söhbət gedir, indi mən hüquqşünaslar Seyidzadə məlumat verəcəm. Amma dediyim kimi, videonun sonuna qədər baxın ki, hər şey sizə aydın olsun, hörmətli izləyicilər. Deməli, məsələn, nədən gedir, onu qeyd edim. Deməli, yanvarın 1-dən tibbi sığorta haqqında qanun qüvvəyə minir. Mən həm hüquqşünas kimi, həm əlilliyi olan şəxs kimi tövsiyə edirəm ki, əlilliyi olan şəxslər bilirsiniz də müəyyən müddət sonra təkrar belirləyək, komissiyadan keçməlidir ki, əlilliyin müddəti artı olsun. Onu gedin indidən keçin komissiyada. Ona görə ki, sizin əgər yanvarın 1-dən sonra əlilliyiniz dayansa, deyəcək ki, əlilliyi yoxdur, ödənişlə keçməlisə. İndidən keçin. Lazım olan tibbi sənədləri yığın. Onun 6 ay vaxtı var, narahat olmayın. Yəni 6 ay ərzində kimsə komissiyadan keçməyi gözlənirsə, o mütləq eləsin. Eyni zamanda valideynlər deyən ki, uşaqlarınızın əgər 8 yaşına tamam olmuşsa, dekabrın 31-nə qədər gəlin keçin. 31-dən sonra yəni dövlət deyəcək ki, siz belə deyək də, uşağınızın 8 yaşı tamam olur, artıq işləməlisiniz. Eyni zamanda bu sosial yardım alan şəxslərə aiddir, hörmətli izləyicilər. Sosial yardım alan şəxslər uşağın 8 yaşına qədər valideynlərdən bir işləmir bilər. Onu əsas gətirirlər. Əlilliyi olan şəxslər kim qulluq edir, onlara da aiddir. Nə qədər əlilliklər olmuşsa, gedin tibbi müayinədən keçirmək istəyirsə, ehtiyacı varsa, keçin, hörmətli izləyicilər. Eyni zamanda uşaqların əgər 18 yaşı tamam olmuşsa, onlara dekabrın 31-nə qədər gelib yəni komissiyadan keçsinlər, tibbi müayinədən, əgər ehtiyacı varsa. Sonra deyəcək, siz aile təhsil almışsınız, yəni belə deyək, ödəniş eləməlisiniz. Ona görə ehtiyatlı olun, hörmətli izləyicilər. Sizdən bir daha xahiş edirəm, videonu bəyənin, YouTube kanalına abunə olun. Daha çox şəxsin bu barədə xəbər olsun, hörmətli izləyicilər. Həm də ona görə bəyənin ki, mən hüquqşünaslar Seyidzadə əlilli şəxs olduğum üçün dünən 40 tanınmış əlillə haqqında kitab hazırlamışam və həmin kitabı satıram. 20 manata qoy, hamı bilsin. Bundan əlavə hüquqi məsləhətlər də verir. Həmin telefonla, həmin əyani 10 manata. YouTube kanalına abunə olan şəxslər üçün. Hörmətli izləyicilər, zəhmət olmasa videonu bəyənin. Dediyim kimi qoy, hamı bilsin. Mütləq qeyd edin. Əlilliklərlə bağlı verdiyim məlumat həm birinci qrup əlilliyə aiddir, həm ikinci qrup əlilliyə aiddir, həm üçüncü qrup əlilliyə aiddir. Məlumat üçün onu bilin.